Qardaş, Amerikada 999 dollara satılan mobil telefon gəlir Azərbaycanda 2000 dollara çıxır. Niyə qardaş? Nəyə görə? Sən buradan telefon mu istehsal edirsən? Yüksək Texnologiya Nazirliyimiz, Rabitə Yüksək Texnologiya Nazirliyimiz burada hansısa modeldə bir smartfon mu çıxardır ki, sən bunu 36% gömrük qoyursan, sonra da 150 manatda, 150 manat, baxın, sabah siz telefon gətirin, Seyid özünüz, gömrüyünü də verin 36%. Sonra da gedəcək 150 manatda dövlətə verməlisiniz ki, mən bu telefonu burada işlədim. Niyə qardaş? Yəni niyə? Bax, nədir? 150 manat mən nerede verim? Niyə? Bax, bir hesabat versin bizim o Yüksək Texnologiya və Nəqliyyat Naziri. Nədir bu 150 manat? Necə müəyyən olunub bu? Minimum əmək haqqının 50% qədər pul bir mobil cihazın qeydiyyatdan keçirilməsi üçün hansı kriteriyalarla müəyyən olunur? Amma dükanlar gətirəndə 1 manatdan qeydiyyatdan keçirir. Vətəndaş niyə? Get canın çıxsın, dükandan al. Ev alanda olmaz, nə bir maşın alanda olmaz. Ben ne alaq qardaş? Ki kartof al 1 kilo. Oradan da sən nə bir 2 manatına 1 qəpik. O da artıq onu da bilirsən necədir? Kartla almalısan. Karta qoymalısan pul. Bizi məcburən karta. Niyə? Bu bizim Maliyyə Nazirliyi filan da danışır ki, nağd pulun əllərdən yığılmı. Niyə qardaş? Niyə mənim əlimdən nağd pulumu yığmaq istəyirsən? Bankların batıb. O da Vahid Əhmədov dünən parlamentdə səfərəm dedi ki, Gülər Əhmədova pulunu ala bilmir. 25.000 dollar qoyub banka, standart banka. İndi deyirlər ki, ona 25.000 dollar qaytarmaq əvəzinə deyirlər ki, siz dollar qoyanda 0.78 idi. İndi 1.70'di. Biz sizə 25.000 verənmərik. Gəlin sizə 9.000 dollardan ya 16.000 dollardan. Bəs yaxşı, sən kredit verdiyin dollarla verdiyi və niyə 78'den geri almırsan? Deyirsən ki, devalvasiya ol. Yəni görürsünüz, niyə? Pulunuzu da gətirin verin bizə. Biz sabah onu bankrot eləyək, Cahangir Hacıyev kimi yiyək, arvadımıza göndərək, arvadımız da orada itə pişiyə getsin 600 funt sterlinkə ayaqqabı alsın, nə bilim kutka al, itinə 600 funt sterlinkə paltar alır bu adamlar. Yəni, mən niyə nağd pulumu aparıb sənin bankına qoymalıyam, sonra da yalvarmalıyam ki, sən ona da limit qoy. Mən aparım əlimdən pulumu qoyum banka, sonra 500 manatdan artıq çıxardanda 50'dən kağız gəl. Niyə çıxardırsan, hər aparırsan, niyə verirsən? Sən o sualı verənsənsə, get Sovdarova ver ki 30 milyonu nə ilə qazanmışdı. Necə də qaytardılar rahat şəkildə. Ya qaytar, eyni ilə. İndi də deyirlər Cahangir Hacıyevin adı F siyasına salınıb. F siyasına salmayın, medallar sırasına, orden alanlar sırasına salın onların adını. Bu da Məlikə Abbaszadə səfərlərimizin şöhrət ordeni. Bir dənə də şöhrət ordeni ona verin. Belə də oğruların, dələduzların, quldurların, yol kəsənlərin hörmətli olduğu bir cəmiyyətə gəlib çıxanda belə olacaq. Əlisə Nicat da yetim kombi çəkdirir, düşürlər üstdən ki, bu da belə. Bu yazar o gündə, yəni vətən millət. Bunlar da bu gündə. Xəzərə çəkdin asar, ruhuma qoydun gömürük, mülkü tükdün, məni saldın kanala, nə olub ala? Gah atı, gah nalı, gah mıxı tərifləmisən, vurmusan gah mıxa, gah nala, nə olub ala? Dövr-i zastoyda sən idin demə barbar bağıran, hər qoyundan azı 5-6 bala, nə olub ala?